Salam uşaqlar, bu dəfəki videoda 9 noyabr hədəf kursları buraxılış imtahanı 2, 8-ci sinif riyaziyyatı izah edirik. Deməli, 57-ci sualdan başlayaq. 57-ci sualda AB ədədi öz rəqəmləri cəmini 2 dəfə bölüşdür deyir. Bu ədədin sadə olan sayını tapaq. Birincisi AB ədədinin açılışına baxaq, ya da şərti yazaq əvvəl. AB ədədi bərabərdir rəqəmləri cəmindən 2 dəfə çox. Yəni, AB-nin açılışı da 10A topla B-dir. Bu da bərabər 2-ni vurub mötərizəyə atsaq 2A topla 2B olacaq. 8A bərabər B olacaq. Və bu şərti ödəyən yeganə ədədlər A1 və B8-dir. Bunların misilləri də ödəyə bilməlidir normaldır. Məsələn, A2 olsa B16 olur ki, B16 ola bilməz. 16 rəqəm deyil. Çünki A ilə B rəqəm olmalıdır. Ona görə başqa bir ödəyən ədədlər yoxdur. Və bu ədəd nədir? 18. Yəni, AB ədədi nədir? 18. Və bizdən nə edir? Nə istəyir bizdən? Sadə vuruqların sayı. 18-in sadə vuruqları 2-yə bölsəm 9, 3-ə bölsəm 3, 3-ə bölsəm 1. 2, 3, 3. Sadə vuruqların sayı 3 dənədir. Cavab A variantı. 58-ci sualda 5-də 3 üçgəsinin surət məxrəcinə hansısa əlavə etsək 4-də 3 alınar deyir. Demək, 5-də 3 üçgəsinin surətinə də məxrəcinə də bir x əlavə edirəm və nəticə 4-də 3 olur. Bunları bir-birinə çarpaz vursaq, 3x, 3 toplu x-i 4-ə vursaq, 3-ü 4-ə vuranda 12, 12 toplansın 4x, bərabər 5-i 3-ə vursaq, 15 toplansın 3x, x-ləri sola, x olmayanları sağa aparsaq, 4x-dən 3x çıxanda x, bərabər 15-dən də 12 çıxsaq, 3. Neymiş? Cavab C. A ədədi B ədədinin 4 bölü 5 hissəsini təşkil edirsə, yəni A bölü B bərabər 4 bölü 5-dirsə, deməli, B bölü A nə olmalıdır? 5 bölü 4 olmalıdır. Yəni, 1 tam 4-də 1. Ya da 1 tam 100-də-25. Cavab A variantı. Növbəti sualda deyir ki, əhali 400 min nəfər idi, sonra 460 min nəfər oldu. Demək, əvvəllər 400 min nəfər idi, sonra 460 min nəfər oldu. Əhali nə qədər artdı? 60 min nəfər artdı. Və əhali neçə faiz artdı soruşur. O zaman o artımı 60 min nəfəri bölürük əvvəlki qiymətə 400 minə və vururuq 100%. Və buradan 2 dənəsi ixtisar getsə sıfırların, 3 dənə sıfırda belə ixtisar getsə, 60 da 4-ə bölsək, cavab 15% alınacaq. Əhali 15% artıb. Getək o bir suala. Kəsişməsi boş çoxluq olan A və B çoxluqları. Kəsişməsi boş çoxluq olan deyəndə, normalda biz A və B-ni belə çəkməliydik. Yəni, ya belə çəkib ortaya 0 yazarıq, ya da ki, A ilə B kəsişmir. O zaman B-ni kənarda yazaram. Bu A çoxluğu eləyər 5, B çoxluğunun elementləri eləyər 4 və A çoxluğu ilə B çoxluğu birləşsə, cavab 9, 5 deyil, 4, 9. Növbəti sualda beta əgər 40 dərəcədirsə, uyğun bucaq olaraq yuxarı solda gördüyümüz bucaq da 40 dərəcə olmalıdır. Çünki bu bucaqla bu bucaq uyğun bucaqlardır. 40 dərəcənin qonşusu olan alfa isə 180-dən 40-a çıxırıq. Cavab 140, C variantı. Bir ədədin 40%-i onun hansı hissəsidir? Bir ədədi 40%-ni tapmaq, yəni 40%-ə vurmaq, həmin ədədi %40-a vurmaq deməkdir. Yəni, ədədin 1%-ni tapmaq onun %1-ni tapmaq, 2%-ni tapmaq onun %2-sini tapmaq, 40%-ni tapmaq onun %40-ını tapmaq deməkdir. Bir ədədin %40-ı onun %40 hissəsidir. Bir ədədin 40% onun %40 hissəsidir. %40 da ixtisar getsə 5-də 2, cavab B. 320 ədədinin natural bölənlərinin sayını tapaq. Əvvəlcə 320 ədədini sadə vuruqlara ayıraq. 320 2-yə bölünsə 160, 2-yə bölünsə 80, 2-yə bölünsə 40, 2-yə bölünsə 20, 2-yə bölünsə 10, 10-dakı 2 vur 5 deməkdir. Yəni, 320 ədədi 1, 2, 3, 4, 5, 6. 2 üstü 6 vurulsun 5 üstü 1 deməkdir. Natural bölənlərin sayını tapmaq qaydası isə qüvvətləri bir vahid artırıb hasil tapmaqdır. Yəni, 6 üstəgəl 1 vurulsun 1 üstəgəl 1 bərabərdir 14. Yəni, cavab A variantı. 1 tam dövrdə 8 ilə 1 tam onda 8 fərqli ədədlərdir. Yəni, 1 tam dövrdə 8 yazırıq. Yəni, bu 8, 8, 8, 8 deyə artan bir ədəddirsə, onda biz buna 1 tam 9-da 8 deyəcəyik. Topla, digər ədəd isə 1 tam 10-da 8-dir. Mötərizə yoxdursa, o 10-da 8-dir. Mötərizə varsa 9-da 8.
Ədədlərin ikisini də düzgün olmayan kəsrə çevirəkmi deyə bir düşünürəm. Xeyr, çevirməyək. Ən yaxşısı nədir? Bunlara ortaq məxrəc tapaq elə indicə. 9 ilə ortaq məxrəc 90 olar. 1 tam 90-da, yəni 9 necə 90 oldu? 10-a vuruldu. 8-də 10-a vur, 80. Topla 1 tam 90-da 10 necə 90 oldu? 9-a vuruldu. Onda 8 də 9-a vurulsun, 72 alınsın. O da bərabərdir 2 tam 90-da 80 ilə 72-ni toplasaq 152 eləyəcək. 152. 152-nin də içində bir dənə 90 yerləşə bildiyi üçün, yəni 152 90 üstə gəlinsin 62-dir. Onda 90-da 90 topla 90-da 62 deyə 2 yerə ayıra bilirəmsə, 1 tam çıxa bilirsə, tam hissəni edirəm 3. Kəsr hissədə isə 90-da 62. Demək cavab 3 tam 90-da 62. Biraz ixtisar aparıb yüngülləşdirə bilərikmi? Bəli, 90-dan 62 2-yə bölünər. 45-də 31. 3 tam 45-də 31. Yəni cavab B variantı. Bir düz xəttin üzərində 4 dənə nöqtə qeyd olunmuşdur. Alınan şüaların sayını tapaq. Hər bir nöqtədən sağ tərəfə və sol tərəfə 2 şüa çıxdığı üçün və 4 dənə nöqtə olduğu üçün, 4 dənə nöqtənin hər birindən 2 şüa çıxacağı üçün 4 vur 2 bərabərdir 8 olacaq. Ümumiyyətlə şüa sayı düsturunun da bu şərtdə şüa sayı düsturunun da 2n olduğunu da yaddan çıxartmayın. Növbəti sualda 2 dənə çoxluq verilib. A və B çoxluqlarının sayıları, yəni elementlərin sayı A-da 4, B-də 10-dur. Kəsişmə isə 2-dir. Birləşməni istəyirsinizsə 4 üstə gəlinsin 10 çıx 2 olaraq düsturdan tapın. NA toplu NB çıxılsın NA kəsişmə B. 12 olduğunu qeyd edin. Və ya dairələrə baxaraq, çoxluq dairələrinə baxaraq 4, ümuminin 4 olduğunu görüb, burada da 2-ni görən kimi sol tərəfdə 2-dir deyə bilərsiniz. Ümuminin 10 olduğunu görüb, sol tərəfdə 10 görən kimi sağ tərəfə 8 yaza bilərsiniz. 2-yə 8 10 olsun. Və 2 topla 8 şəklində də 12 yaza bilərsiniz. Ya da düsturla da 12 ala bilərsiniz. Cavab 12. Avtobusla hərəkətə başlayandan sonra bir nömrəli avtobus 60 dəqiqədən 1, 2 nömrəli avtobus 80 dəqiqədən 1, biri 60 dəqiqədən 1 dayanacağa qayıdır, biri 80 dəqiqədən 1 həmin eyni dayanacağa qayıdır. Avtobuslar eyni anda dayanacaqdan yol alsalar, neçə dəqiqə sonra iki avtobusun hər biri eyni anda dayanacağa daxil olacaq. Təbii ki, 60 ilə 80-in əkobunda belə olacaqlar. 60 ilə 80-ə nə tapmaq lazımdır? Əkob. 60 ilə 80-in əkobu da İstəsəz bunu vuruqlara ayırmaqla tapa bilərsiniz, amma istəsəz bunların böyüyünün misillərini yoxlayaraq tapa bilərsiniz. Məsələn, 80-in 2 misli 160. 60-a bölünürmü? Yox, demək deyil. 80-in 3 misli 240. 60-a bölünürmü? Bəli, demək əkob 240-dır. Neçə dəqiqə sonra? 240 dəqiqə, yəni 4 saat sonra. 40% 250 qram duzun tərkibində qram duz var. 200 duz məhlulunun içərisində. Yəni 40% məhlulsa demək bunun 40% duzdur. Yəni 250-nin %40-ını tapmaq lazımdır. Cavab 100 qram duz var. Uyğun tərəfləri paralel olan bucaqlardan biri 30 dərəcə olarsa, digər bucaq ya 150 dərəcə ya da 30 dərəcə olmalıdır. Yəni cavab B, amma niyə? Çünki uyğun tərəfləri paralel olan bucaqlar deyirdi ki, ya bir-birinə bərabərdirlər, ya da cəmləri qısa-qısa yazıram 180 dərəcədir. İndi əgər bunlar bir-birinə bərabər olacaqlarsa, yəni eyni növlü bucaq olacaqlarsa, o zaman 30 dərəcəyə uyğun tərəfləri paralel olacaq, yenə 30 olacaq. Və ya bunların cəmləri 180 olan variantdırsa, o zaman 30 ilə nəyin cəmi 180 olar? 150-nin. Deməli, digər bucaq ya 30 ola bilər və ya 150 ola bilər. Cavab B variantı. Keçirik 71-ci suala. Biz bilirik ki, uşaqlar, əbob tapılanda kiçik qüvvətlər götürülür cavab olaraq, əkob tapılanda böyük qüvvətlər. Demək, əbob kiçik qüvvətlər. İndi baxırıq, 2 üstü 10 və 2 üstü 2. Hansının qüvvət daha kiçikdir? Təbii ki, 2 üstü 2-nin. O zaman 2 üstü 2 vur. Sonra baxırıq 5-lərə. 5 üstü 2, 5 üstü 8. Hansının qüvvəti kiçikdir? Təbii ki, 5 üstü 2. O zaman 5 üstü 2. 2 üstü 2 vur 5 üstü 2. Cavab 100 eləyir. Bu heç. Bir də yoxlayaq. 2 üstü 2 vur 5. Amma məsəl üçün belə bir şey də olsaydı, məsələn burada 2 vuruqları və 5 vuruqları, orada 2 vuruqları və 5 vuruqları var. Əgər
bu nöqtə vericinin sağında və ya solunda, yəni bu ədədlərdən birində elə bir vuruq olaydı ki, amma o biri ədəddə o vuruq yoxdur. Onda o vuruğu da cavab olaraq götürməyəcəkdik. Yəni məsəl üçün 2 üstü 10 vur 5 üstü 2 vur 7 üstü 3. Digərində də 2 üstü neçəsə. 7 burada var, amma orada yoxdur. Yəni orada əslində o 7 üstü 0-dır mənasındadır. 7 üstü 0 kiçik qüvvətli, 7 üstü 0 götürürük əslində. Ya da ki 7-ni heç götürmürük deməkdir bu təbii ki. Bunu da elə belə bir əlavə məlumat olaraq dedim. Cavab D variantı. M-in hansı qiymətində ya da hansı ən böyük natural qiymətində bu kəsir düzgündür, düzgün kəsir. M üstəgəl 2 7-dən kiçik olmalıdır düzgün kəsir olmaq üçün. Yəni surət məxrəcdən kiçik olmalıdır. O zaman M də 5-dən kiçik olmalıdır. M-in hansı ən böyük natural qiymətində? 4. M ən çox 4 olsa bu kəsir düzgün kəsir olur. 3 fəhlənin 8 saat ərzində bitirəcəyi işi 4 fəhlə x saata bitirər. Bu məsələ tərs mütənasiblikdir. Niyə? Çünki fəhlənin sayı artdıqca işin görülmə müddəti azalacaq. Çox fəhlə işi tez yerinə yetirər. Az fəhlə isə işi gec yerinə yetirər. Ona görə bir arqument artanda digər arqument azalırsa, bu bu məsələ tərs mütənasiblik məsələsidir. Ona görə də bunları çarpaz yox, yanaşı vuracaq. Yəni yaddan çıxartmayaq ki, tərs mütənasiblik məsələləri bu şəkildə vurularaq həll olunur. Düz mütənasiblik məsələləri isə çarpaz şəkildə vurularaq həll olunur. Yəni 3 kilo duzun qiyməti 8 manatdır. 4 kilo duzun qiyməti nə qədərdir desəydim, onda bunlar çarpaz vurularaq hesablanacaqdır. Amma 3 fəhlə 8 saata gördük ki, 4 fəhlə neçə saata görür deyirəmsə, bunlar paralel şəkildə vurularaq hesablanma aparılır, tənlik qurulur. Yəni 3 vurulsun 8 bərabər 4x deməkdir. X bərabər 6. Cavab 6. Verilən ədədə neçə müxtəlif sadə vuruğu var? Demək, bu ədədə hamısını sadə vuruqlara ayırmalıyıq əvvəlcə. Yəni 10 sadə bir ədəd deyil. 15 də sadə bir ədəd deyil. 10 üstü 2-ni parçalayıb 2 üstü 2 vur 5 üstü 2 yazıram. Vur. 15 üstü 2-ni parçalayıb 3 üstü 2 vur 5 üstü 2 yazıram. Bu ifadələrdə 2 üstü 2 başqa yox imiş. Təkcə buymuş. Bu ifadəni o zaman 2 üstü 2 vur 3 üstü 2 vur 5 üstü 2 ilə 5 üstü 2-ni birləşdirib 5 üstü 4 olaraq yazıram. Neçə müxtəlif sadə vuruğu var? 2, 3 və 5. 3 müxtəlif sadə vuruğu var. Cavab 3. 1 ilə 100 arasında 6-ya bölünən neçə ədəd var? Axırıncı 6-ya bölünən ədəd 100-ə qədər. Axırıncı 6-ya bölünən ədəd hansıdır? Əvvəlcə buna baxmalıyıq. 96. 96-nı da 6-ya böləndə 17 yox. 96-nı 6-ya böləndə 16 alınır. 16. Demək 1 ilə 100 arasında 16 dənə 6-ya bölünən ədəd var. Əslində buna bir qayda, məsələn belə bir şey soruşa bilərdi. 10 ilə 100 arasında neçə dənə var kimi bir şey soruşa bilərdi. Əslində bunun qaydası belədir. Axırıncı ədəd, şərti ödəyən axırıncı ədəd çıx əvvəlinci ədəd böl neçəyə bölünməkdən söhbət edir? 6 toplansın 1. Əslində belə hesablanır. Yəni bu qaydaya görə hesablasaydım axırıncı ədəd 96. 6-ya bölünən ilk ədəd hansıdır? Elə 6. Bölünsün və 6-dan söhbət gedir. Böl 6 üstəgəl 1. Yəni zaten çıx 6 böl 6 çıx 1 topla 1 olacaqdır. Ona görə cavab yenə də 16 alınacaqdır. Bu qədər. Yəni cavab 16. Tərkibində 3 dənə maddə olan bir məhlul var və bu maddələr 1, 2, 3 nisbətində bölünüb. Yəni su 1-dir, duz 2-dir, şəkər 3-dür. Şəkər tozu. Tozunu da altına xətt çəkək. Bu maddələr bu nisbətdə bölünübsə, neçə faizi şəkərdir? Şəkəri baxırıq nə ilə ifadə edilir? 3 ilə. O zaman şəkər, yəni 3, bölünsün bütün məhlul, yəni 1 üstəgəl 2 üstəgəl 3, vurulsun 100%. Neçə faiz edirsə 100%-ə vururuq. O zaman 3 bölü 6 vur 100% bərabər 50% edəcək. Cavab 50%. Məxrəci 12 olan düzgün kəsirlərdən neçəsi ixtisar oluna bilir? Məxrəci olan düzgün kəsirlərdən 12-də 1 ixtisar olunmur. 12-də 2 ixtisar oluna bilir. 12-də 3 ixtisar oluna bilir 3-ə.
12-də 4 ixtisar oluna bilir 4-ə. 12-də 5 ixtisar olunmur. 12-də 6 ixtisar oluna bilir 6-ya. 12-də 7 ixtisar olunmur. 12-də 8 2-yə, 4-ə ixtisar oluna bilir. 12-də 9 3-ə ixtisar oluna bilir. 12-də 10 2-yə ixtisar oluna bilir. 12-də 11 ixtisar oluna bilmir. Və kəsirlərin sayını saysaq 1, 2, 3, 4, 5, 6, 7 dənə kəsir ixtisar oluna bilir. Cavab 7. Növbəti sualımıza baxırıq. Demək, AB bərabər 3A topla 4B deyə bir ifadə verilib, bir eynilik verilib. X xətti tapmaq lazım. Birincisi, AB ədədi 2 rəqəmli ədəddir. AB-ni düsturdan açsaq, öncəki çalışmalarda var idi bu. 10A topla B bərabərdir 3A toplansın 4B. B sağa geçsin, 3A sola gəlsin. 10A'dan 3A çıxanda 7A bərabər 4B'dən B çıxanda 3B. 7-dən 3 21-ə tamamlana bilirsə A 3, B isə 7 ola bilər. Bunun iki mislini yoxlasaq 6 ilə 14, xeyr 14 ola bilmir deyə başqa bir variant yoxdur. 3 və 7 ola bilər. Demək A ədədi 37 ola bilər. AB ədədi 37 ola bilər. X 37-dir. Rəqəmlər cəmi 3 ilə 7-ni topla 10. Rəqəmlər hasili 3-7-yə vur 21. X, Y, Z-i ayrı-ayrı tapın deyir. Bəli, X 37, Y 10, Z 21. Verilən ədədin natural bölünənlərin sayı 18-dir. Ədədin natural bölünənləri tapılırdı. Sadə yuxarı ayrılışdan sonra 7, 13 sadə yuxarı ayrılıb. Qüvvətlər bir vahid artırılırdı. Yəni 5 üstəgəl 1 vurulsun x üstəgəl 1 bərabər 18 olsa 5 üstəgəl 1 6 edir. X plus 1 bərabər 18 6-ya böl 3 x bərabər 2 olacaq. Cavab 2. Bir top parçanın əvvəlcə nə uzun məsələymiş. Bir top parçanın əvvəlcə 4də 1-i satılır. Sonra qalan parçanın 15də 2 hissəsi satılır. Demək, bir top parça, yəni x qədər parça varsa orada ki, əvvəl nə qədər parça vardı, onu soruşur sualda. O zaman elə o parçaya x deyək. Bu parçanın 4də 1-i satılır. Bir parçanın 4də 1-i satılırsa, onun 4də 3-ü qalır deməkdir. Vur. Sonra qalan parçanın, yəni bunun 15də 1-i satılır. Bir şeyin 15də 1-i satılsa, onun 15də 14 hissəsi qalmış olur. Və nəticədə 42 metr qaldığı görülür. Buradan da x vurulsun. İxtisarlar aparmayacağım burada. Niyə? Çünki 42-lər ixtisar gedəcək ona görə ki, daha detallı yazdım. Deməli, 5 14-ə vur 60-da 42 bərabərdir 42-yə. 3 14-dən 42. 42-lər hər tərəfdən ixtisar gedir. Bərabərin hər tərəfi 60-a vurulur. X bərabər 60 olur. Parçada əvvəl 60 metr parça varmış. Gəldik ən son məsələyə. Ən son məsələdə belə bir qaydadan istifadə edirik ki, sən sanlaşan keçdiyimiz bir qayda. Alfa və beta və qamma bucaqları hər üçü eyni tərəfə baxırsa, bunların cəmi 360 dərəcə olmalıdır. Yəni şəkildəki 2x topla 40 dərəcəli bucaq ilə 90 dərəcəli bucaq ilə 3x çıx 10 dərəcəli bucaq ilə cəm 360-ı verməlidir. O zaman 2x, 3x toplayanda elədir 5x, 40, 90, 130, 10 çıx 120 bərabər 360 dərəcə. 5x də bərabər 360-dan 120 dərəcəni çıxsam 240 dərəcə. X də bərabərdir. 240-ı da 5-ə bölsək neçə eləməlidir? 48 eləməlidir. X bərabər 48. Bizdən də x soruşur. X bərabər 48 dərəcə. Bununla da suallar bitdi. Ümid edirəm faydalı olmuşdur. Sağ olun.